Müsbət A və B ədədləri üçün A üstəgəl B bölünsün A çıx B bərabərdir 3 olarsa, B ədədi A ədədinin neçə faizi olduğunu tapın. Sadələşdirmə aparaq, A üstəgəlsin B bərabər olacaq 3 vurulsun A çıxılsın B. A üstəgəl B bərabərdir 3A çıxılsın 3B. A'lar bir tərəfə, B'lər bir tərəfə keçirdək. 3A çıxılsın A bərabərdir 3B üstəgəl B. Deməli 2A bərabərdir 4B. A da bərabərdir 2B. Bizdən B ədədi A'nın neçə faiz olduğunu tapmaq lazımdır. Bunun üçün B'ni A'ya bölüb 100% vurmaq lazım idi. Burada B bölünsün. A'nın əvəzinə 2B yazsaq, vurulsun 100%. B'ləri ixtisar aparsaq 100 bölünsün 2 elədir 50%. A B'dən 2 dəfə çox olduğu üçün B də A'nın yarısı qədərdir, yəni 50%.